Keçən oyundan sonra hakimlik haqqında danışdınız, yəni qırmızı vərəqəni dəyərləndirdiniz də və İntisam Komitəsinin qərarını gözləmək mövqeyini gözlədiniz də. İntisam Komitəsi də qaydalara əsasən 2 oyunluq cəza verdi, ümumiyyətlə belə deyək də, yarımfinal mərhələsində oynamayacaq. Düşünmürsünüz ki, yəni keçən oyundan sonra verdiyiniz açıqlama bu qərara xüsusi təsir elədi? Nə təsir elədi, məsələn? Yəni, qaydalar əsasında sizi cəzalandırmaq əvəzinə klubu cəzalandırdılar ki, yəni, Məni niyə cəzalandırmalıdırlar? qaydalara görə ümumiyyətlə hakimlik haqqında danışmaq olmaz. Nə danışdıq ki biz? Belə cəza alacağız, nə danışdıq ki? Məsələn, yadıma sal, nə danışdıq ki? Var, dediniz ki, var rədd. Ümumiyyətlə, mən futboldan ümumiyyətlə rədd eləmək lazımdır. Bu şəxsi mənim fikrimdir. Çünki mən varda baş verən, mən bilirsən nəyin ən çox tərəfdarıyam? Qollan var ha. İnsanlar qol vurur, o bir təmiz qol vurur, əziyyət çəkir, o sayılmır. Məsələn, Ukrayna, Fransa, yadınızdadır çempionat Avropa. Və bu şeylərin varı mən ümumiyyətlə futboldan ki, Şvetsiya götürüb, bildiyim qədər bəzi ölkələr götürüb. Yəni, bu mənim şəxsi fikrimdir. Mən istəmirəm var olsun. Ümumi futbolda istəmirəm. İstəmirəm futbol bu qədər texnologiyalara bağlı bir şey olsun. Bu fikir bildirmək, həmən cəza almaq deməkdir.